Hər dəfə fərqli videolarla çalışırıq ki, insanlara Quranın nə qədər bənzərsiz bir kitab olduğunu Allahın izni ilə göstərək. Amma belə bir şey var ki, gün keçdikcə, öyrəndiyimiz məlumatlar artdıqca bütün bunları anlatmağa bir insan həyatının yetməyəcəyini açıq şəkildə görürük. Məsələn, ilk başda işləndə çox təəccübləndiyim bir məsələdən örnək verim. Günəşin hansı elementlərdən təşkil olunduğunu yəqin ki, çoxumuz bilmiş olarıq. Təqribi 99% hidrogen və heliumdan ibarətdir. Bəs bunu niyə dedim? Günəşin 99% hidrogen və heliumdan ibarət olduğunu Quranda bəzi hərflərin sadəcə işləndiyi yerdən açıq şəkildə anlamaq olur. Bir sura var ki, adı Şəmsdir. Şəmsin mənası bizim dilə tərcümə olunduqda günəş deməkdir. Bu Şəms, yəni Günəş surəsinin ayələrinə diqqət eləsək, sanki Günəşin 99% hidrogen və heliumdan ibarət olduğunu göstərilmişcəsinə bütün ayələrin sonu H hərfi ilə bitir. Baxın, bir ayəsi və ya 5 ayəsi demirəm. Bu surənin bütün ayələri H hərfi ilə bitir. Və şəmsi və duhahə, vəl-qamari izə tələhə, vəl-nəhəri izə cəlləhə, vəl-leylə izə yəğşəhə. Bir kitab düşünün. İçində elə cümlələr işlədilsin ki, həm 1400 ildir insanlar arasında danışılıb, müzakirə edilib, üzərinə yüz minlərlə kitab yazılacaq qədər mənalı yazılsın. Həm bu dərin mənalı cümlələri qoruyaraq bir surənin bütün ayələrinin axırında H hərfi ilə bitirsin. Həm elmin eysinin olmadığı dövrdə günəşin hansı elementlərdən təşkil olunduğunu bilsin. Həm də günəşin hansı elementlərdən təşkil olunduğunu göstərmək üçün sırf bir surənin adını günəş qoysun və ayələrinin axırına günəşin elementlərinin simvol olan hərflərə işarə edər kimi həmin hərflər ilə bəzəsin. Qəlbi ölməmiş, şuuru yerində olan hər bir insan bu cür örnəkləri gördükdən sonra Quranın Allah kəlamı olduğunu şübhəsiz anlayar. Yer gəlmişkən, gəlin bu videodan sonra Şəms surəsini açıb dinləyək. Həm Quranın bu bənzərsiz icazına, ayələrin hər birinin axırının H hərfi ilə bitdiyinə şahid olaq. Həm necə ki maddi qida aldığımız kimi, mənəvi qidamızı da Quran dinləməklə almış olaq.